Qış aylarında ən çox rast gəldiyimiz hallardan biri dəridə olan quruluq, dartınma, saçlarda olan cansızlıq ola bilər. Buna səbəb müxtəlif faktorlar ola bilər. Səbəbin nə olmasından asılı olmayaraq, qulluq üçün təbii yağlardan istifadə etmək məsləhətdir. Badam yağı həssas dərilər üçün idealdır. Dərini yumşaldır, dartınma hissini azaldır. Xüsusilə qışda uşaqlar üçün tez-tez istifadə olunur. Kokos yağı quru saçlar və dəri üçün çox faydalıdır. Dəri üzərində örtücü təbəqə yaradır. Saç uclarını qidalandırır. Arqan yağı qış aylarında zədələnmiş saçlar üçün əla seçimdir. Saça parlaqlıq verir, elektriklənməni azaldır. Kətan yağı omega-6 yağ turşuları ilə zəngin olduğuna görə həm daxildən, həm də xaricdən istifadə üçün tam uyğundur. Quru dəri problemlərini asanlıqla aradan qaldırır. Özünüzə uyğun yağı düzgün seçmək üçün yaxındakı Avis apteklər şəbəkəsinə yaxınlaşa bilərsiniz.